Əziz qrup iştirakçıları, bugünkü mövzumuz informasiya nədir sualının cavabını tapmaqdır. Biz ümumiyyətlə informasiya texnologiyaları haqqında bu öyrənəcəyimiz bəhsdə daha çox dərinə getməyəcəyik. Çünki proqram çərçivəsində sualları qiymətləndirdik, suallara cavab tapmağa çalışdıq. Çox da dərinə getməməyinin əsas səbəbi ondan ibarətdir ki, proqramdan kənarda çox şey öyrənməyimiz bizim daha çox biliklərimizin öyrənməsini gətirib çıxarır, ancaq bəzi anlayışların itirməsinə səbəb ola bilər və yeni yüklənməsinə səbəb ola bilər. Müəyyən şeylərə dərinə gedəcək, ancaq ona görə ki, bundan magistraturaya hazırlaşanlar da istifadə edilsinlər. Ümumiyyətlə, informasiya nədir? İnformasiya bizi yaşadığımız aləmdə istiqamətləndirməyə kömək edən məlumatlardır. İnformasiya xəritələrdir, rəsmlərdir, dərs məsələləridir. İnformasiya bizim sivilizasiyamızı təşkil edən minlərlə elmi əsərlərdir. İnformasiya bizim dərsliklərimizdə olanlardır. İnformasiya sizin gördüyünüz bu yazılardır. İnformasiya sözü Latın dilində information sözündən olub, mənası izah və ifadə deməkdir. Yəni biz informasiyanı hər hansı bir məna daşıyan verilənlərdir. Biz simvolları, sətirlərin nə ifadə etdiyini biliriksə, o artıq informasiyadır. İnformasiya verilənlərdir. Deməli, sözün axırında verilənlərə gəlib çıxar. Buna sonra qayıdacaq. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, cansızlar və faktlar, hadisələr, proseslər və s. haqqında məlumatlardır. İnformasiya ifadə olunma formasından asılı olmayaraq. Yəni artıq biz əgər informasiya əldə ediriksə və yaxud da əldə etməyə çalışırıqsa, biz bu zaman onun formasından asılı olmamalıyıq. Yəni, bu informasiyanı biz səslənmalırıq, oxuyubmalırıq və yaxud da yazıbmalırıq. İnformasiya, insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında əldə olunan məlumatlardır. Əgər izahlı terminlər lüğətinə baxsaq, biz orada informasiyanın bu cür tərifinə rastlayırıq. Faktiki biliklərin məcmusu və onların əlaqələrinə dair məlumatlardır. İnformasiya təqdimat formasından asılı olmayan şəxslər, əşya, fakt, hadisə, proseslərdir. İnformasiya qeyd etdiyimiz kimi information sözündən götürülür. Obyekt, hadisə, fakt, məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsidir. Qeyd edildiyi kimi, hal-hazırki dövrlərdə informatika elmi bir çox ingilis dilli ölkələrdə computer science, yəni kompüter elmi kimi adlandırılır. İnformasiya ümumilikdə götürüldükdə bu bir mücarət məfhumdur. Yəni, informasiya təsvir edilmiş məlumatdır. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə, məlumatın informasiya olması üçün o tətbiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalıdır. Ya da mövcud təsəvvürlər genişləndirilməlidir. Tutaq ki, biz deyirik ki, gələcək kompüter, yəni 5-ci nəsil kompüterlər, onlar daha çox informasiya tutumuna malik olacaq, süni intellektə malik olacaq, bir sıra proqramlar avtomatik icra olunacaq və yaxud da digər prinsiplər, digər funksiyalar olacaq ki, o funksiyalar hazırki kompüterlərdə mövcud deyil. Deməli, tətbiq edilən obyekt 5-ci nəsil kompüter proses haqqında təsəvvür yaratmalı. 5-ci nəsil kompüterlər süni intellektə malik olacaq və onların bir sıra kompüterlərin idarə edilməsində
proqramların idarə edilməsində onlardan istifadə olunacaq və 5-ci nəsil kompüterlər müasir kompüterlərə nisbətən onlar daha çox çevik, yaddaşa malik olacaqlar. Bir sıra mühüm xüsusiyyətlərə mövcud olacaq. Parça adı. Mövcud təsəvvürlərin genişləndirilməsi. Dedik ki, onlar süni intellektə malik olacaq. Bu demək deyil ki, süni intellekt ümumiyyətlə heç yox. Süni intellekt indi də var. Sadəcə olaraq bu süni intellekt genişlənəcək. Həddən artıq genişlənəcək. Yəni mövcud təsəvvürlər genişlənir. Yəni əgər bu süni intellektə malikdirsə, necə olacaq? Necə malikdir? Hansı formalar güclü inkişaf edib? Və yaxud da digərinə keçək. Əgər yaddaş həddən artıq çoxdursa, nəyin hesabına çoxdur? Yəni mövcud təsəvvürlər genişləndirildi. Nəticədə biz informasiya əldə etdik. Müasir, gələcək nəsil kompüterlər bu cür olacaq. Əgər məlumat, obyekt və ya proses haqqında yanlış təsəvvür yaranarsa, artıq bu zaman informasiya yanlış informasiya və həmin informasiya dezinformasiya adlanır. Deməli, əgər obyekt və proses haqqında biz yanlış təsəvvürə malikiksə, deməli bu dezinformasiya adlanır. Obyekt və hadisə haqqında heç bir təsəvvür yaratmayan məlumat yoxdursa, bu səs-küy adlanacaq. Yəni, tutaq ki, biz 5-ci nəsil kompüterlər haqqında heç bilmirik. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yeni məlumat əldə oluna bilər. Artıq informasiya müəyyən mərhələdən sonra bizim üçün artıq yeni məlumatlar var. Hansı ki, o məlumatları biz heç vaxt əldə etməmişdik, görməmişdik. İnformasiya xarici obyekt və hadisələr və onların parametrləri və vəziyyətinin və qeyri-müəyyənliyə dair biliklərin məhdudluğunu azaldan məlumatlardır. Əgər biz tutaq ki, fikirləşəcək, tutaq ki, bir neçə bundan əvvəl peyklərin göndərilməsi mümkün deyil. Ancaq indi mümkündür. Deməli, bu qeyri-məhdudluğu müəyyənliyə dair biliklərin məhdudluğunu azaldan məlumatlardır. Yəni, informasiya nə qədər çox olarsa, qeyri-müəyyənlik azalır. İnformasiyanın həddən artıq çox olması da müəyyən qədər problemə gətirilə bilər. Ancaq biz daha çox o informasiyaya üstünlük veririk ki, o bizim sonra biz informasiya prosesləri, informasiya xassələrinə getdikdə öyrəndikdə artıq görəcəyik ki, nə cür informasiyalara bizim ehtiyacımız var. İnformasiya hər hansı simvol və yaxud da rəqəmlərin köməyi ilə ifadə etmək və onları digər əlifbaya keçirmək olar. Bəli, olar. Bu necə mümkündür? İnformasiya hər hansı bir əlifba simvolların köməyi ilə ifadə etməyə. Yəni, mən tutaq ki, yazıram bura. Alma. Mən almanı həm alma şəklində, həm həmin almanı fakt olaraq hər hansı bir natura formasında, yəni alma formasında, şəkil formasında, rəqəm formasında, adi belə bu formada, yəni yazı formasında ifadə edə bilərik. Deməli, əlifba simvollarının köməyi ilə ifadə etmək və ya digər əlifbaya keçirmək olur. Alma. İngilis dilində Apple. Başqa dildə başqa. İnformasiyanın qeyri-müəyyənlik həddi entropiya adlanır. 4-cü əsr insanları kompüter haqqında heç bir məlumata malik deyildir. Onlar üçün entropiya adlanır. Biz dedik ki, informasiya hər hansı bir məlumatlardır. İnformasiyanı biz verilənlərdən alırıq. Deməli, biz əgər informasiyanı verilənlərdən alırıqsa, informasiyanın mənbəyi məhz verilənlər sayılır. Bəs bu verilənlər nə olan şeydir? Yeməlidir, yoxsa içməlidir?
Təəssüf ki, verilənlər nə yeməli, nə də içməli. Verilənlər hər hansı bir məlumatlardır. Baxın, hər hansı bir məlumatlardır. Onların önəmli olub olmamasının heç bir fərqi yoxdur. Yəni bu informasiya, bu verilənlər mənim üçün önəmli deyil, fərqi yoxdur. Məsələn, bu yazıldığımız yazı hər hansı məhsulun kodu ola bilər, hər hansı bir seçki dairəsində səs verməyə gəlmiş şəxsin kodu ola bilər, məhsulun kodu ola bilər və yaxud da sadəcə 14-cü gün 9-cu ay 2006-cı ildə anadan olmuş şəxsin ad günü və yaxud da ki, hər hansı bir tətil günü ola bilər. Bax, gördüyünüz kimi bu məlumatın önəmli olub olmasının elə bir fərqi yoxdur. Verilənlər. Amma mən bunu informasiyaya çevirsəm, artıq bu mənim üçün məlumdur ki, 14.09.2006-cı ildə 2 insandan olub. Deməli, bu artıq informasiya. Verilənlər, mən informasiyaya çevirirəm. Və o zaman mənim üçün bu verilənlər önəmli olur. Amma elə belə onun bir fərqi yoxdur. Verilənlər ingilis dilində data, texniki vasitələrdə saxlamaq, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan məlumatlardır. Əgər mən verilənləri alıramsa, bunu texniki vasitələrdə saxlaya bilərəm və emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan məlumatlardır. Verilənlər emal olunmayan informasiya. Yəni, verilənlər emal edilmir. Biz verilənləri emal edəcəyik. Verilənlər, bura yazaq. Verilənlər emal edilməyən informasiyadır. Emal edilməyən informasiyadır. Verilənlər ad, qiymət, tip, struktura ilə xarakterizə olunur. Yəni, testlərdə bu suallar var. Verilənlər nə ilə xarakterizə olunur?